Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Prezident İlham Əliyevin tapşırığına əsasən oktyabrın 31-də ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilana səfəri başlayıb. Səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatı təmsil edən 100-dən çox nümayəndə iştirak edir. Azərbaycan Prezidentinin köməkçisi Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev APAya açıqlamasında bildirib ki, diplomatlar bölgədə aparılan geniş bərpa quruculuq işləri, eləcə də keçmiş məcburi köçkünlərin doğma torpaqlarına dönüş prosesi ilə yerində tanış olurlar. Hikmət Hacıyev onu da qeyd edib ki, Azərbaycan Horadizdən Zəngilana qədər olan ərazidə yol və tünellər də daxil olmaqla bütün infrastrukturu 2021-ci ildən etibarən sürətlə inşa edir. Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib. Sənətkarın oğlu bildirib ki, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə alır. Onun sözlərinə görə xalq artistinin səhhətində təzyiq, şəkər və digər tipi problemlər yarandığı üçün xəstəxanaya aparılması zəruri olub. Tibb müəssisəsindən verilən məlumata görə 84 yaşlı Elmira Rəhimova mərkəzin terapiya şöbəsində nevroloq və endokrinoloqun konsultasiyasından keçib ona müvafiq müalicə təyin edilib. Xalq artistinin vəziyyətinin stabil olduğu yaxın günlərdə evə buraxılacağı bildirilir. Azərbaycanda ilk dəfə olaraq meyit donorun ürəyi başqasına köçürülüb. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin orqan donorluğu və transplantasiya üzrə koordinasiya mərkəzinə 3 saylı şəhər kliniki xəstəxanasında müalicə olunan pasiyentə beyin ölümü diaqnozunun qoyulması barədə məlumat daxil olub. Mərkəz tərəfindən dərhal transplantasiya prosesinin əlaqələndirilməsi üzrə tədbirlər həyata keçirilib. Beyin ölümü diaqnozu təsdiqləndikdən sonra mərhumun ailəsi orqanları bağışlamağa razılıq veriblər. Ürək köçürülməsi əməliyyatı mərkəzi klinikada həyata keçirilərək meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb. Bununla da Qafqaz regionunda ilk dəfə olaraq meyit donorun ürəyi transplantasiya edilib. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda diqqət çəkən açıqlama verib. Ərdoğan bildirib ki, BMT Təhlükəsizlik Şurasında qərarların qəbulundakı ədalətsizlik qlobal problemlərin həllinə mane olur. Problemlər, münaqişələr, bərabərsizlik və ədalətsizlik faktiki olaraq bəşəriyyətin gündəmini zəbt edib. İkinci Dünya müharibəsinin qalibləri tərəfindən yaradılmış mövcud sistem təəssüf ki, zamanımızın reallıqlarına cavab vermir. BMT Təhlükəsizlik Şurasında qərarların qəbul olunmasının ədalətsiz quruluşu səbəbindən bəşəriyyətin problemlərinə həll tapmaq mümkün olmur deyə Türkiyə lideri bildirib. Noyabrın 1-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Havanın temperaturu gecə 10-15, gündüz 19-22 dərəcə isti olacaq. Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Havanın temperaturu gecə 5-9, gündüz 19-24 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.